çox yarışlarda birinci və ikinci yerə çıxmış peşəkar çapar Gülay Fərzəliyeva artıq bir ildir ki, bütün yarışlardan uzaqlaşdırılıb. Niyə? Atası həbs olunduğu üçün. Hər halda Gülay xanım Qafqaz Info saytına belə bir açıqlama verib. Yəni idmançı qeyd edib ki, atam həbs olunandan sonra mən bütün yarışlardan uzaqlaşdırıldım. Və Qafqaz Info saytı da bu məsələ ilə bağlı Azərbaycan Aşçılıq Federasiyasına bir sorğu göndərib, görə sorğunun cavabı necə olacaq. Əlbəttə ki, Aşçılıq Federasiyası açıqlamasında deməyəcək ki, biz idmançını atası həbs olunduğu üçün yarışlardan uzaqlaşdırmışıq. Tamam başqa bir cavab verəcəklər. Ola bilsin, hətta federasiya desin ki, biz heç o idmançını yarışlardan uzaqlaşdırmamışıq, o özü uzaqlaşıb. Yəni, federasiya elə bir açıqlama verə bilər ki, hətta Gülay xanımı borclu belə çıxara bilərlər. Hər halda sorğunun cavabını gözləyək, görək necə bir açıqlama gələcəkdir. Azərbaycan Aşçılıq Federasiyası niyə? Nə üçün bir idmançı atasının həbsinə görə uzaqlaşdırılmalıdır? Ümumiyyətlə, bu nə yanaşmadır bizim ölkəmizdə, bizim cəmiyyətimizdə? Daha öncə də buna bənzər halların şahidi olduq. Atanı işdən çıxarırlar, oğlunu, qızını da işdən çıxarırlar. Niyə? Yalnız o halda işdən çıxarmaq olar ki, oğlu və qızı məhz atasının hesabına orada işləyir. Yəni, özünün heç bir peşə qabiliyyəti yoxdur, bacarığı yoxdur, işləmir. Atasına görə işdə saxlayıblar. Hə, onda çıxara bilərsiniz. Yoxsa əgər kimsə özü yaxşı təhsil alıbsa, yaxşı oxuyubsa, işinin peşəkarıdırsa, işini görürsə, deyək ki, atasını işdən çıxardılar, lap atası cinayətkardır. Bundan oğluna, qızına nə? Nə vaxta qədər bizim ölkəmizdə insanlar atasının, anasının günahına görə, cinayətinə görə, əməllərinə görə əziyyət çəkəcəkdir. Bu çox yanlış bir yanaşmadır və Gülay bilirsiniz ki, 4 yaşından at çapır. 17 yaşlı bir gəncdir. 17 yaşlı bizim bir balamızdır. Elə bil bizim bir qızımızdır. Niyə bir idmançını küstürürsünüz? Niyə bir gəncin qəlbinə toxunursunuz? Niyə bu gəncləri ölkədən soyudursunuz? Bunu niyə edirsiniz? 17 yaşı var, gəncdir. Həyatının və karyerasının ən çiçəklənən vaxtıdır. Niyə qolunu, qanadını sındırırsınız? Əksinə dəstək olun, irəli getsin, yarışlarda birinci yer qazansın. Bütün halda Azərbaycan adına bir uğurdur. Xaricdə Azərbaycanı təmsil edir, bizim bayrağımızı qaldırır. Niyə gələcəyimizi belə bir pislik edirsiniz? Nə üçün? Gəncləri soyutmayın, gəncləri küstürməyin, incitməyin. O gənclər bizim gələcəyimizdir. Hər birimizindir, bilirsinizmi? Bizim balalarımızdır. Və mən hər kəsdən xahiş edirəm ki, bu videonu maksimum paylaşın. Maksimum paylaşın ki, məsələ kifayət qədər ictimailəşsin. Çünki ictimailəşmiş bütün mövzulara adətən aidiyyatı qurumlar reaksiya verirlər. Yəni, ən azı ədalətli addım atmağa məcbur qalırlar. Gülay balamıza dəstək olaq, yenidən inşallah fəaliyyətinə qayıtsın, yenidən yarışlarda görək. Uğurların bol olsun qızım, inşallah qapılar hər zaman üzünə açıq olsun.